Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 13-cü bölümü başladı. Hayırlı uğurlu olsun. Ben çizeyim. Masum müəllim, nəsə lazımdır? Çay, kofe. Yok Eyvaz, çok sağ ol. Üz-üzdən utanır. Əziyyət çəkirəm, bilmirəm söhbəti necə başlayayım. Ben neçə illərdir tanıdığın adamım. Necə istəyirsən elə də başla. Könüllə danışmısan. Zəng eləyib sənə. Təzə nömrəsindən zəng eləyib danışmısınız? Danışmışam. Telefonu da, nömrəni də mən alıb vermişəm könülə. Bilirəm, dedim. Yəni ki, mən sizə yaxşılıq eləmək istəyirəm. Sənə də, bacıma da. Görürsən ki, atamla anamın mövqeyində deyiləm. Sağ ol. Və bunu hərəkət eləyəcəm. Laçın. Ağılına gələn git və sən hərəkət eləyəcəm, Mən bizim bilirsən necə vurur. Elə bilirəm ki, damarım bu dəqiqə partlayacaq. Dədəm kənd adamıdır. Demirsən birdən bax, beyni dönərdi, balta ilə bıçaqla gəlib, anamı vurub öldürərdi. Onda nə edəcəkdik, Orasını fikirləşməmişim, özür istəyirəm. Mən də hirsli başa qərar verdim. Və sən nəyə əsəbləşmişdin? Firuzə xala mənə döydürməklə. Döydürmək nədir? Bax, görürsən, orasını bilmirsən. Anam səni döydürüb? Olmasa demərəm axı. Kimə döydürüb? Nə bilim, tanımıram. Yekəpər bir dənə adam. Sən əminsən ki, anam elətdirib? Laçın, qurban sənin. Qabağımı kəsdi, soruşdu ki, Şəmsi sənsən. Hə deyən kimi nətər vurdu, yerə sərəldi. Dalbadal təpikləyəndən sonra da deyir ki, Firuzə xanımdan sənə salam. Görürsən, adamın beyni qəbul edə bilmir. Mən də elə bax, bu əhvaldaydım. O anda nə qərar verim bilmirim. Laçın, özünü ələ al. Laçın, sakitləş. Mən sənin vəziyyəti başa düşürəm. Mən səndən üzr istəyirəm. Və dönə-dönə üzr istəyirəm. Amma xahiş edirəm, əyləş sözüm var. Şəkli bilsən niyə çəkmişdim? Firuzə xala könlünün telefonunu əlindən alıb, bax. Mən şəkli özünə göndərəcəkdim ki, yəni ayıb deyil qızının adından yazışırsınız. O da imkan vermədi. Səhər açılan kimi qabağımı kəsdilər, ardınca da deyib bu hadisə baş verdi.
Təsəvvür edirsən, yerə sərilmişəm, ağzım, burnum qanın içində. Təsəvvür edirsən. Ağzım, burnum qanın içində. Bir də gördüm bir nömrə zəng edir. Açdım, dedi ki, könül. Dedi, kursa yazılmışam, dərsdən çıxmışam, səndən görüşmək istəyirəm. Mən dedim ki, yox, işim var, məndə alınmır. O məsələni ona danışmır. Baxmadan fikirləşdim ki, insandır, anasından ürəyi qırıla bilər. Eyvaz, bizə 2 stəkan çay gətir də zəhmət olmasa. Dilim ağzım qurudu. Humay xanım, harasa gedirsiniz? Sənə nəsə lazımdır? Yox, elə belə soruşdum. İşim var. Alo? Laçın, Bəli. mənəm. Humayla danışan. Tanıdım. Şövkətdən götürdüm nömrəni. Bilirəm. Mən xahiş eləmişdim. Mənlə görüşmək istəyirdin. Bugün evdən çıxa bilərəm. Vaxtım var. Hara gəlim? Harda görüşək Laçın? İş yerimə gələ bilərsən, burada rahat danışa bilərik. Ofisə? Yox, mənim iş yerimə. Sən harda işləyirsən ki? Qatiyə mebel salonunda. Mən oranı tanımıram. Məkan ataram, gələrsən. Yaxşı, məkan at, mən taksi ilə gələrəm. Axşamazan buradayım. Nə vaxt istəsən gələ bilərsən. Elə indi çıxıb gəlirəm. Çay getirmiştim size. İstəmirəm, çox sağ ol.
Bir stəkan su ver. Dilim ağzım quruyub. Dilin açıldı. Dilim tutulmamışdı ki. Özüm danışmırdım. Oy. Elə danışmağa sözün də var sənin. Gücün ancaq küsməyə çatır. Danışıb nə deyəcəksən ki? Çox şey. Nədir? Nə fikirləşirsən mənim haqqımda? Utanmırsan saçını saqqalına qaran baxdı. Görünə dil ötür. Əcəb eləyirəm. Nədir, nə fikirləşirsən? Bu yaşımda səfək-səfək işlərlə məşğulam, hə? Utanmırsan mənim haqqımda elə şey fikirləşirsən? Niyə dünən dilin topuq vururdu? Çünki şəkli gördüm, şok oldum, beynim dondu. İndi açılıb beyninin donu. Hə, Onda da görüm nə məsələdir? sənin görəcəyin işi mən görmüşəm. Nə iş? Deyim o şəkli kim çəkib? Hə, Şəmsi. nə şəmsi? Hər dəfə sənə deyəndə ağzımın üstündən vururdu. Deyirdim qızdan əl çəkmir, deyirdim qızın üstünə çəmkirmə. Görünə dil ötür, mətləbə gəl. Axırda da görüşə çağırdı, qızın yerinə özüm getdim. Getdim ki, onun abını büküm ətəyinə. O əclaf da gördü ki, könlü yox, mən gəlmişəm. Yerinə ayrı adam göndərdi. Özü də xəlbətcə gizlənib bizim şəkillərimizi çəkmiş. Mən də şəkli gördüm, şok oldum. Səni görüm, dilin bir dəfəlik tutulsun. Az bunu dünən niyə mənə demir? Gərək elə vurub təpəni dağıdaydı. Vurasın təpəsindən. Bax o palatadır. Ata. Ata necədir ana indi? Birazdan həkim gələcək. Deyin nə dərman zad yazırsa yazsın, sonra ananı da götürün gedin evə. İndi necədir? Yaxşıdır ki, deyirəm, aparın da. Sən hara gedirsən ata? Cəhənnəmə. Necəsən ana? Özünü də necə hiss edirsən? Yaxşıyam qadınam, narahat olma. Bu nə işdir ayna? Ata səni niyə vurub? Nə olub? Şəmsin canına az zara. Əclaf evimizə lo saldı. Nə şəmsi? Bax sənə deyirəm, aç qulaqlarımı eşit. Biraz özümə gəlim sağalım, Şəmsin qanını içəcəm. Şəmsi neyiniyib ki? Bir stəkan su ver, dilim ağzım quruyub. Eşitmədin, get su gətir də. Otur, otur deyirəm. Sənan müəllim yoxdur. Yox, hələ gəlməyim. Gəl mənim otağıma. Gəl bura görmə. Yaxın gəl. Yenə bu nə hoqqadı çıxardırsan, zibil. Qudurubsan. Danışıva fikir ver, hə? Belə söz deyərəm, 7 qatından keçər. Nə deyəcəksən, hə? Düdük. Hə, get bir kənardan bax gör düdüyə hansımız oxşuyuruq, hə? 5 manat əlimə pul keçən kimi bütün nəslindən, nəcabətindən imtina edirsən. Hə? Sən də özünü kişi sayırsan? Hə, bura bax. Nə dişimi qıcıyırsan, hə? Vurassan məni, hə? Sən kimsən, hə? Məni təhqir edirsən? Hə,
Bana bax! Bax, axırıncı dəfə xəbərdarlıq edirəm. Bir də məni təhqir edirsən, elə vurarım yerlə bir olarsan. Nə gözümü bərəldirsən? Neyniyəsən hə mənə? Saxla! Get ərzəni yaz, itil buradan, gözüm səni görməsin. Tez! Gücün ona çatır da. Uzatma! Ərzədə yazaram. Gedərəm də. Amma sənin əmrinlə yox. Öz xoşluğumla. Amma gedəndə Sənan müəllimə kim olduğunu olduğu kimi deyib gedəcəm. Mən işimi itirəcəm. Sən də nələri itirəsən də özün bilən. Nə din utadırsan hə mənə? Arvadımın xəlvət şəklini çəkib evimə dava salıb, indi mənə xox gəlirsən. Sənin arvadımın xəlvətdə nə işi var? Hə? Arvadın utanmır qızının adından mənə mesaj yazır. Hə? Utanmır gedib məni döydürür. Əcəb eləyim. Mən tapşırmışdım. Əlimizdə pul görən kimi, sümsü itlər kimi qırsaqqız olub qızımdan əl çəkmirsən. Mən eynəməliyim. Onda heç nə, get arvadın başını bir də partlat. Çünki mən sizin ikinizdən də ağıllı çıxdım. Adam kimi danışa bilirəm. Niyə danışa bilmirəm? Danışmışam, Laçınla. Bəli, Adəm kişi. Adam kimi Laçınla danışmışam. Çünki elə danışığı Laçın başa düşür. Sən də məni təhqir eləməsəydin, sənlə də adam kimi danışardım. Sözümü qulağında sırığa elə. Könülü itə verərəm, sənə vermərəm. Allah xoşbəxt eləsin. Sən qızıvı da elə mənimdir. Yenə işə gecikməyivə görə də anlayırdı. Yo, dedim ki işdən çıxıram. Yalvardı ki getmə. Gəl otağa. Əyləş Şəmsi. Söhbətimiz uzun çəkəcək. Söz güləşdirirsən? Başa düşmədim. Söz soruşanda adam kimi cavab ver. Yalvarırdı nədir? İşdən çıxıram nədir? Mən adam kimi danışıram Elza xanım. Sən necə eşidirsənsə onu deyə bilmərəm. Nə deyə canımı boğazıma yığmışsınız. Adəm bir tərəfdən, sən bir tərəfdən. Nə olub? Sağ ol Şəmsi. Özün sağ ol. Təəccübləndin, hörmətli Elza xanım. Arzularını yerinə yetirirəm də. Plan qurursan, yerimə işçi axtarırsan, məni işdən çıxartmaq istəyirsən. Otağa nəyə çağırmısan? Buyur, eşidirəm səni. Sən bugün dəyişib başqa adam olmuşsan. Çaşdırdın məni. Nədir? İndi axtardığın işçiyə oxşuyuram, yoxsa yox? Sən niyə əsasən fikirləşirsən ki, mən səni işdən çıxartmaq istəyirəm? Nə bilim, nəsə bir plan qurmaq deyirsən? Al bu $100, tapsan, bir dənə də şəxsiyyət sən özünə alarsan. Adam oğlu yaşında uşağa sulanmaz.
Sənin dağdan ağır qardaşın var. Ayıbdır. Alo. Elza xanım, zəng edim deyim ki, mən sizə işləyə bilməyəcəm. Xaricdən təklif aldım. Azərbaycandan gedirəm. Elza xanım, eşitdiniz məni? Aydındır. Hər şey üçün təşəkkür edirəm. Sağ olun. Sana mənim bağışlayın, narahat edirəm. Demişdiniz, bugün işdə olmayacaqsınız. Sizdən görüşmək istəyirəm. Yox müəllim, mümkünsə nə ofis olmasın, nə ev olmasın. Yox müəllim, təcili deyil, amma vacib söhbətdir. Xahiş edirəm, nə vaxt münasibdirsə vaxt ayırın. Amma xahiş edirəm, biraz geniş vaxt ayırın, çünki söhbətimiz biraz çəkəcək. Aha. Oldu, sağ olun. Eşidirəm. Səhərdən neçə dəfə zəng eləmişəm. Telefonu niyə açmırsan? Məşğulam da, məşğulam. Deməli, məşğulam ki, açmıram da. Sənə qurban, başa düşdüm. Niyə əsəbləşirsən? Əsəbləşmirəm, işim var. Sözünü dedi, nə demək istəyirsən? Heç elə belə narahat oldum. Ofisə nə vaxt gələrsən? İşim var Elza, işim var. Bugün gələ bilməyəcəm. Hə, bağışla, oldu. Alo? Elza, Umaya zəng gəldi. Kimdən? Nə danışırdılar, eşidə bildin? Bəli, Kimə idi zəng eləyən, Laçın idi? bəli. Nə danışırdılar? Getdi görüşə. Laçınla? Onunla getdi görüşməyə? Bəli, bəli. Hara getdi? Harada görüşürlər? Görüş yerini harada təyin eləyiblər? Onu bilmədim. Mən o tərəfin səsini eşitmirdim axı. Amma deyəsən onun iş yerində görüşəcəklər. Nə dedi? Sən nə eşitdin? Humay dedi ki, mən sənin iş yerini tanımıram axı. Sonra da dedi ki, sən məkana at, mən gəlim. Nə vaxt çıxdı? Və heç 5 dəqiqə olmaz çıxdı. Ay Allah qurban olum sənə. Keçməm günahımdan.
Hə ata, Ya hardasınız? maşındayıq, gedirik. Hansı maşında? Hara gedirsiniz? Taksidəyik də ata, xəstəxanadan evə gedirik. Ananı aparırıq. Yaxşı. Yaxşı. Buyurun, buyurun. Adəm müəllim, gəlmək olar. Buyurun. Adəm müəllim, Laçın nə vaxt gələr? Şəxsiyyət vəsiqəsi lazımdır. Nəyə görə lazımdır ki? Əmrini verməliyəm işə qəbula görə. Ezə xanım, Laçın burada işləməyəcək. Narahat olmayın. Niyə? Bilirsiniz, ayrı sektorda işləməyə qərar verdi. Bir mebel mağazası var. Oranı icarəyə götürdü. Xeyirli olsun. Nə mağazadır? Deyən qoy görüm. Qatiyə. Nə fikrə getdiniz? İnanırsınız, mən özüm heç oranı görməmişəm. Nəsə problem var? Yox, nə problem? O markanın ümumiyyətlə problemi ola bilməz. Şəhərdəki 2 ən yaxşı markalardan biridir. Buna yaxşı. Çox keyfiyyətli mebelləri var. Salonun dizaynı çox gözəldir. Yaxşı mənada təəccübləndim. Demək olar ki, oğlunuzun çox gözəl zövqü var. Çox sağ olun. Xeyirli uğurlu olsun. Təşəkkür edirəm. Elədirsə vaxtınızı almayım. Sağ olun. Xoşdur. Eyvaz, Bəli müəllim. axşam baş qarışıb yaddan çıxıb, telefonu şarja qoymamışam. Bizdə buna uyğun adaptör yoxdur. Ona uyğun adaptörümüz yoxdur, yox. 5% qalıb. Buralardan bir yerdən adaptör tapmaq olar. Ətrafda mağazalar var. Zəhmət olmasa buna gidən bir dənə adaptör al. Baş üstə. Sağ olun. Gece olsa ay çıkar Karanlıklar çekilir İçeri keçə bilərik. Gece olsa ay çıkar Karanlıklar çekilir Gün olar gündüz olar Şefek giyer düz dünya Bir dünyama kavuşar Sevinç dolu yüz dünya Gün olar gündüz olar Şefek giyer düz dünya Bir dünyama kavuşar Harda otura bilərik? Sevinç dolu yüz dünya Fərqi yoxdur.
Hara olur olsun. Orada otura bilərik. Kaş önüm sənə yetər, kar səsim sənə çatar. Sən yadıma düşəndə kaş önüm sənə yetər, kar səsim sənə çatar. Sən yadıma düşəndə təzədən Necəsən? təzədən gələrəm sevmək üçün Xoş gəlmisən. həyata, sevmək üçün həyata. Həmişə evində. Mən təzədən gələrəm sevmək üçün həyata, sevmək üçün. Niyə danışmırsan? Gün olar, gündüz olar, gündüz olar. Şəfəq geyər düz dünya, bir dünyama qovuşar dünya. İhtimallarımda belə yox idi. Sevinç dolu yüz dünya, gün olar, gündüz olar, gündüz olar. Telefonda deyəndə ki, gəlirəm, Bir dünyama qovuşar dünya. görənə qədər inanmadım. Sevinç dolu yüz dünya. Yuxularımdan belə qeybə çəkilmiş insan. Zühr eləmsən. Necə olmalıydı? Kaş belə olmayaydı. Umay. Gəl sözümüzün üstündə duraq. Sən dediyin sözü indi tutaq. Olanların üstündən xətt çəkək. Unudaq bu iki ili. Qoşulaq gedək Türkiyəyə. Hər şeyi sıfırdan başlayaq. Nə deyirsən? Elsa. Elza xanım, siz burada xeyir olun. Niyə təəccübləndin? Mebel mağazasıdır da, gəlmək olmaz. Əlbəttə gəlmək olar. Məni təəccübləndirən başqa şey olub. Mağazanı dünən götürmüşəm. Bugün siz gəlirsiniz. Hə, nə olsun? Atam gəlməyib, Elza xanım. Nəinki atam. Nə qardaşım, nə ailə üzvlərimdən heç biri buranı görməyib. Tanıdığım adamlardan ilk qədəm basan sizsiz. Məncə təəccüblənməyim yersiz deyil. Xahiş edirəm. Keçək əyləşək. Kimisə gözləyirsən? Bəli, gözləyirəm. Təsadüfən mən tanıdığım adam deyil. Dünya balacadır Elza xanım. Nə bilmək olar? Bəlkə tanıyırsınız? Xahiş edirəm. Keçək əyləşək. Nə sualınız varsa, deyərsiniz, mən də cavablandıraram. Yox, elə girişə yaxın oturaq.
Otur da, sən də əyləş. Narahat olmayın. Mənə belə də rahatdır. Mən qətiyyən narahat deyiləm. Amma hiss edirəm ki, gəlişim səni yaman narahat elədi. Elza xanım, bu nə danışıqdır? Mən sizin kabinetinizdə deyiləm, siz mənim iş yerimə gəlimsiz. Bu nə əlləm-qəlləm danışıqdır, bu nə ibarəli suallardır. Əsəbləşirsən, cavan oğlum. Qətiyyən əsəbləşmirəm. Suallarınız qızıq yaradır. Elza xanım, bu iynələmə fəsli bitdisə, xahiş edirəm. Gəlişinizin səbəbini deyin. Keçək əyləşək, mən də sizi çaya və yaxud da kofeyə qonaq edim. Bu boyda mebel mağazanızda bir adam yoxdur, tək işləyirsən? Yox, işçilərimiz var. Təbii ki var. İnzibatçımızı iş dalınca göndərmişəm. Harada olsa gəlməli idi. Aha, bu da gəldi. Diqqətlə baxın. Bəlkə tanıyırsınız Elza xanım? Sağ ol, Eyvaz. Qonağımız üçün çay təşkil elə. Xoş gəlmişsiniz. Gözlədiyim adamı gördünüz Elza xanım. Çaylarımız da gəldi. Xahiş edirəm, keçək əyləşək. Nə sualınız varsa orada verərsiniz. Alo, Humay hardasan? Necə yəni Humay deyil? Bəs kimdir? Onun telefonu sizdə nə gəzir? Kimin maşın vurub? Necə yəni telefonu yerdən götürmüşəm? Vəziyyəti necədir? Hardadır? Harda maşın vurub? Ünvanı deyin mənə. Yaxşı, tərpətmin onu yerdən, özüm gəlirəm. Özüm gəlirəm. Sən ara? Humay Sənan müəllimin yoldaşı deyil. Hə? Gedək kömək eləyim də. Hə? Mən sizlə danışmışdım. Hə, mən idim. Qızanı. Həcə yardım apardı. Hara apardılar?
Dediniz gəlirik, ona görə mən də sizi gözlədim. Buyurun. Onun telefonudur. Hansı xəstəxanaya apardı? Eski hospitala. Huş özündə idi. Yox. Maşın burada vurdu. Yox. Orada vurmuşdu. Qan yoxdu axı. Heç mən də qan görmədim. Bağışlayın mənim, narahat elədim sizi. Ona sözdür. Bu kabinetdə oturub. Elə indi gətiriblər, istidir. Sözüm sizə. Heç hardasa oturub çay içməyimiz, çörək yeməyimiz yadıma gəlmir. Əhvalından belə sezirəm ki, nəsə ciddi söhbətdir. Təsəvvür elədiyinizdən də ciddi deməlim. Amma bir xahişim olacaq. Humaya əsəbləşməyin. Bu işdə onun heç bir günahı yoxdur. Heç mən yazığın da bu işdə günahı yoxdur. Sadəcə ikimiz də qurunun oduna yanmışıq. Sən qəti narahat olma. Görürəm, çox geniş götürürsən, izahata ehtiyac yoxdur. Nə sözün var, rahatdır. Qısası belədir də müəllim. Sizin ortağınız Adəm Humayun doğmaca əmisidir. Siz gülürsünüz, müəllim. Yəni, sizi qınamıram, inanılası deyil. Amma Adəm Həmidin doğmaca qardaşıdır, böyük qardaşı. Həyatdır da Şəmsi. Ola bilər. Həyatda çox şeylər olur. Səlam müəllim, mən sizin hövsələnizə, yəni səbrinizə heyranam. Amma mən özümü sizin yerinizə qoyub fikirləşirəm, yəqin ki, mən dik atılardım. Həyatdır da. Hərəmiz bir xasiyyətin sahibiyik. Sonra. Sonrası ondan betərdir, Sənan müəllim. Həmin bu Adəm, həm də mənim keçmiş qaynatamdır. Bilirəm, əsəbləşirsiniz. Amma burada mənlik bir şey yoxdur. Yəni, mən sizə evli olub boşandığımı deməmişəm, yəni vacib bilməmişəm. Adəm kişi də gəlib bizim ofisə çıxanda mən Türkiyədə olmuşam. O hissəni bilirəm. Ay, sağ olun. İlk dəfə sizin yanınızda üz-üzə gəldik. Özünə elə apardı ki, güya məni tanımır. Sonra da bək-bək tapşırır ki, biz bir-birimizi tanımırıq. Humaya da get elə tapşır. Mən də gedib Humaya deyəndə Humayın gözləri bərəldi. Müəllim, qorxusundan ağladı qız. Bir sual verib Şəmsə. Bəli, müəllim. Səncə, Adəm niyə belə eləyir? Marağı nədir? Yadınızdadır, ofisdə məndən soruşmuşdunuz ki, Adəm necə adamdır, mən onun haqqında nə düşünürəm? Sualım da yadımdadır, sənin cavabında. İcazənizlə, indi mən onun haqqında nə düşündüyümü sizə deyim. Buyur. Adəm ipinin üstünə odun yığılası adam deyil. Yəni, ciddi adam deyil, hərdəm xəyaldır. Bugün dediyini sabah danar. Bildiyiniz yalancı, xəsiz, tamahkar. Heç evdə də sözü keçmir. Bir dənə dırdır arvadı var, o nə desə onu eləyir. Elə mənim evimi də
O arvad dağıtdı. Adı da Firuzədir. Məni tərifləyirsən ki, təmkinli adamam. Gördün? Bir həftənin içində qərar vermişəm. Deməli, təmkinli adam deyiləm. Ay müəllim, sizdə bir günah yoxdur. O adəmdir ki, hər cildə girə bilir. Yaxşı, Şəmsi, sən nə ağıl eləyib bunu deməyə qərar aldın? Bunun bir səbəbi olmalıdır yaxı. Səbəbi odur ki, Adəm mənə canımı boğazıma yığıb. 2 gündən bir də mənə hədə qorxu gəlir ki, səni işdən çıxardacağam və s. və ilaxır. Elza xanım da duyuq düşüb, o da məni bir tərəfdən sıxma boğmaya salır. Nə deyir ki? O gün Adəm müəllim mənə barmağınla belə silkələdi. Elza xanım da bunu gördü. Gəldi mənə dedi ki, yəni sən niyə imkan verirsən ki, o səni təhqir eləsin, üstündən qışqırsın, barmaq silkələsin? Niyə imkan verirsən ki, şəxsiyyəti alçaltsın? Çıxartdı mənə pul verdi ki, get özünə şəxsiyyət al. Elza xanım belə dedi. Nə pul? Qınamıram, Adəm müəllimi görür ki, mənlə belə danışır, Elza xanım da üstünü götürür. Vallahi mən Elza xanımdan inciməmişəm. Sizə də söz gəlişi dedim. Amma işdən çıxmaq fikrim tam ciddidir. Bugün Adəm müəllimə də, Elza xanıma da demişəm. Amma belə başımı sallayıb gedə bilməzdim. Hər şey sizə deməliydim. Qulaq as Şəmsi. Əvvəla çox sağ ol ki, məni məlumatlandırdın. Mən bu axşam Humayunla bu barədə danışacağam. Sənin dediklərini ona deyəcəm. Orada yazığı da qoy biraz yüngülləşsin. Ən azı məni anlayışlı qarşıladığında... Sözümü kəsmə. Humaya deyəcəm ki, əmisinin qarşısında şərt qoysun. Ya Adəm hər şey mənə danışmalıdır, niyəsinə qədər. Ya da heçini köçünü götürüb getməlidir. Bizim şirkətdə qara-qura işlər ola bilməz. Bizim şirkətin mayasında bir qəpik də olsun haram pul yoxdur. Və olmamalıdır da. Odur. Vallahi müəllim, nə yaxşı sizə hamısını dedim. Yoxsa yenə qalacaqdım pis vəziyyətdə. Oğludur, laçın. O, nə atasına, nə də anasına oxşamır. Mərd, doğru, dürüst oğlandır. Bilirsiniz niyə belə ürəklə deyirəm? Fikirləşməyəsiniz ki, ayrılmışam deyə hamısını acıqlayım. Bəs telefonu niyə qapattın? Cavab verərdin də. Boş ver. Hə, laçın. Nə danışırsan? Sən oradan bilirsən? Nə olub? Bir dəqiqə, mən üzr istəyirəm. Hansı xəstəxanaya aparıblar? Hayır. Mənim xahiş edirəm, özünüzü ələ alın. Əməlim əqilməzdir. Elza haradasa Laçınla rastlaşıb, onun yanından Humaya zəng elib və bilib ki, Humaya maşın vurur. Nə maşın? Vest klinikasına aparıblar deyir, oradadırlar. Elza xanım tapşırıb ki, Laçın bizə xəbər versin. Lənət şeytana, elə bir üstümə it əsniyib,
Bəli, Elsa xanım. Zeynəb, qalx Humaygilin otağına, dəyişik paltar götür gəl xəstəxanaya. Nə xəstəxana, Elsa xanım? Kimdir xəstəxanaya düşən? Xəlvət görüşə gedən qız. Müəllim vurdu. O da bildi. Əşi yoxu gəlib çıxa bildi ki, yolda maşın vurub bunu xurt xəşir elədi. Humayı? Qanımın qarı olan vaxtında sən də əsəblərimlə oynamadı. Mən kimdən danışıram? Vəziyyəti necədir indi? Narahat olma, ölməyib. Dəqiq ora gedirmiş. Hə, telefonu əlimdədir. Laçın buna məkan atıbmış. Getdim nə qədər gözlədim, gəlib çıxmadı. Sən demə bunun maşın vurulmuş. Yaxşı, söhbəti uzatma. Paltarı götür, gəl xəstəxanaya. Yaxşı oldu. Siz hansı xəstəxanadasınız? Mən hara gəlim? West Hospital. Bir taksiyə otur, adını de, hamı tanıyır. Tez gəl. Oldu, oldu. Vəziyyət necədir? Narahat olma, indi yaxşıdır. Həkim nə dedi? Həkimlər dedilər ki, qorxulu bir şey yoxdur. Bu kişi özündədir. Ayılmışdı, biraz ağrıları var idi deyə iynə vurdular, indi yatıb. Hansı palatadadır? Bir dəqiqə dayan, Sənan yanındadır. Mənə də dedi ki, bayırda gözləyim. Necədir vəziyyəti? Ayılıb? Narahat olma, ayılmışdı. Biraz ağrıları var idi. Həkimlər iynə vurdular, indi yatır. Hadisə necə olub? Maşın harda vurub?
Heç onun yeridir ay Şəmsi. Bu dəqiqə o yada düşür. Əsas Humayun özüdür, sağlamlığıdır. O da şükür, hər şey yaxşıdır. Saat 2 işləyir, Leylanın dərsdən çıxan vaxtıdır. Gedib götürmək lazımdır. İndi işdən çıxmağını bildik. Qovumluqdan da çıxırsan. Heç olmasa bu günü yola ver, istəmirsənsə... Yox, gedərəm. Hə, zəhmət olmasa qadası. Canım narahatdır, fikrim qalıb Humayın yanında. Yaxşı, Leylanı evə aparım, gələrəm. Kim orada oturur? Bir mərtəbə aşağıda. Gedək özüm görüm, danışım, arxayın olum. Deməli Şəmsinin ağzının payı az olub. Mən onun dərisinə saman təpim, o da baxsın. Hələ tələsmə qadına, hələ tələsmə. Yaxşı fikirləşib, ona qəşəng dərs vermək lazımdır ki, ağlı gəlsin başına. Dayan görüm, biz bu söhbəti könüldən niyə gizlədirik? Çağıraq o da eşitsin. Qoy görsün ki, anası onu hansı bəladan qurtarıb. Könül! Ay Könül! Gəl bura. Tez elə. Evdəki bu həngamənin səbəbi bilirsən nədir? Mən bu evdə olanlardan nəyi bilirəm ki, bunu da bilim. Qızına da bir kəlmə söz demək mümkün deyil də. Nə soruşursan deyinir. Mən yazıq nə vaxt deyindim ki? Az yaxşı uzatma. Ata-ananı bilirsən niyə vurub? Şəmsi qızışdırıb atanı. Nə Şəmsi? Şəmsi də Şəmsi. O yazışdığın, imkan tapan kimi mesaj yazdığın Şəmsi var ha. Bax o. Şəmsi ataya nə deyə bilər ki? Sənin telefonuna mesaj yazıb görüşə çağırırmış. Ana da gedib onu da anlamağa. Sən demə əclaf plan qurub. Yerinə başqa adam göndərib. Xəlvətcə də şəkillərini çəkib. Sonra da göndərib ataya. Ata da onu görüb, gəlib evə qırğın salıb. Qızışdırmaq daha nətər olur? Ola bilməz. Buna bax. Atası vurub mənə yarımcan eləyib. Bu hələ Şəmsin təsibini çəkir. Yan da ay Firuzə, yan. Yan, tökül, yan. Of.
Ola bilməz nə də? Mən yalan danışıram, ana yalan deyir. O mənada demədim, Yəni deyirəm ki, inana bilmirəm. Sən inanmaq istəmirsən. Güya sən Şəmsi ölmüşü tanımırsan. Vay, nə yaxşı gəldin. Qalx əynini dəyiş gedirik. Hara? Könüllü aparıram yanıma. Bu ilə bizim mağazada işləyəcək. Bu nə öz başınalıqdır? Tək başına qərar verən çıxmısan? Demədim ged əynini dəyiş. Diyanaz. Bu nə tərbiyəsizlikdir? Dayı ananı saymırsan? Mənim tərbiyəsiz. Ayıb deyilsən, hə? Ayıb deyil yaşına yaraşmayan hərəkət edirsən. Ananın üstüne niyə qışqırırsan? Sən nə deyirsən, hə? Qaqaş, qurban olum. Nə şeylərin sən? Qaqaş, qurban olum dalaşmaq. Qaqaş. Sən elə ana qudurdub. Qaqaş, yaxşı. Əşitmədin ki, dəynini dəyiş. Sənə nə olub, bala? Üzü niyə belə dönüb? Otur ananın yanına. Nə olub axı? Sənin azizar olub. Utanmırsınız, ana bala əlbir olub. Bunu oyunda çıxardırsınız. Ha? Geçmiş kürəkəninə qızının adından mesaj yazsan. Ayıb deyilsən, hə? Hə, onlar ər-arvad olublar, Bəlkə başqa söz yazardı. Bunun burasını fikirləşmirsən? Bu nə hərəkət edirsən? Nə çığır bağır sağırsan? Ağıllı çıxmısan? Ağzında keçmiş kürəkən deyirsən. Bəs ona ayıb deyil? Boşanmış arvadına mesaj yazır. Əcəb eləyir. Deməli, barışmaq istəyir də. Nə tökülüşmüsünüz Şəmsinin üstünə, hə? Bəlkə narkomandır, əyyaşdır, qıraqda ailə saxlayır. Bəlkə oğurluq eləyib xəbərimiz yoxdur, hə? Nə pis iş tutur, ha? Qızının da meyli var, görmüsən? İstəmirsən qızın xoşbəxt olsun? Xeyr ol, onun vəkilliyini eləyirsən. Sən səsini kəsər, düdük! Adam döydürən olub mənə. Şəmsi sahibi şapalaq vursa, ayaq üstə canın çıxasıdır. Bu qanmır. Bu qanmır, bu uşaqdır. Bəs sən olmayaydı Şəmsi, olardı qanmazın biri. Aparıb verərdi bizi polisə. Qıraqdan baxan nə deyərdi? Hə? Deyərdi əllərinə 5 manat artıq pul keçib, gözləri ayaqlarının altını görmür. Dur, dur könüllədinən maşında gözləyirəm, gəlsin. Hara gelsin? Deyim də, deyim razılaşsın. Lazım deyil. Elə onun da ürəyicədir. İndi bəzənib düzəlib düşəcək aşağı. Bu da başqa adam onu be. Bir söz demək olmur. Bir şey olan kimi özündən çıxır. Onu özündən Şəmsi çıxardı. Nə deyib, nə deməyib. Doldurub beynini. Əclaf. Tanıyır da bizi. Bilir bizdən necə danışmaq lazımdır. Toxlu it. Heç eybi yoxdur. Dayan. Qoy biraz keçsin. Qoy bir özümə gəlim. Ona elə bir divan tutacam ki, bizi tanıdığına peşman olacaq. Həkimlə danışdım, dedi qorxulu heç nə yoxdur. Sənanı çalışacağım, evə aparım. Sən? Gəl, çıxaq bayara birdən işlər. Sən gecəni qalırsan burada. Oldu. Amma burada bir məsələ var, diqqətli olun. Ürəyimə damıb ki, o oğlan gecə mütləq bura gələcək. Sən palatada çox olma, çalış elə dəhlizdə gəziş. O səni tanımır axı. Heç mən də onu tanımıram. İndi deyirəm də, uca boy oğlandı, qara buğdayı, bığı var.
Yaraşıqlı göyçək oğlandı. O tipdə kimsə gəlsə, özünü itinasız aparır. Palatanın qapısından da aralıda dayan. Gördün ki, içəri girdi, telefonu hazırla. Çıxan kimi şəklini çək. Vəssalam, başqa işinə lazım deyil. Başa düşdün? Bəli. Ay, sağ ol. İndi get içəri, qızın yanında ol. Mən də görüm sən anardadır. Belki evə gedək. Səhərdən gərgin günü yaşamışsan. Gəldin həkimlə də danışdın. Şükürlər olsun, hər şey yaxşıdır. Gedək evə, bitki yeməyi, bir yarım saat, bir saat dincə. İstəsən axşam yenə də gələrik. Humayun telefonu anı. Yaxşı ki, indi işimizi səhərdən əsəbisən, bir cəsarət tapıb səndən söhbət edə bilmirəm. Bəlkə bir balaca söhbət edəyək. Narahat olma, Humayun telefonu məndədir. Buyur. Deməli, səhər Adəm müəllimin otağına getdim. Laçının şəxsiyyət vəsiqəsi lazım idi, işlə bağlı. Adəm müəllim dedi ki, Laçın bizlə işləmir, mebel mağazası götürüb. Qatiyə mebel salonu, sən də tanıyırsan, biz orada olmuşuq. Söylə, təsadüfən yolum oradan düşdü. Dedim, keçin bir göz aydınlığı verim, təbrik edeyim. Laçın məni görən kimi diksindi. Sözün düzü ilə mənim özümə də qəribə gəldi, amma üzə vurmadım. Nəysə elə mən bunu təbrik edirəm, göz aydınlığı verirəm. O isə hər kəlməsində məndən soruşur. Xeyr ola, niyə gəlmirsən, nə vaxt gedirsən? Elə o zaman Humayundan zəng gəldi. Telefonu açdım ki, bir xanımdır. Deyib ki, telefon sahibini maşın vurub, bəs mən də telefonu yerdən götürüb sizə zəng edirəm. Soruşdum, hadisə harda baş verib, necə baş verib. Ünvanı mənə deyəndə gördüm ki, o, qatiyə salonundan 2 döngə o yana. Fikrim qarışdı, özümü itirdim. Bir də baxdım ki, Laçın məndən betər gündədir, tir-tir əsir. Sözün düzü yenə də fikir vermədim. İnan mənə ki, necə maşına tərəf qaçmışamsa. Bir də gördüm ki, o, Laçın məndən qabaq gəlib oturub maşında, yanımda. Ünvanı bilmir, ünvanı mənə deyiblər telefonda. Ünvanı bilsəydi, məndən qabaq qaçardı. Gəldi, çatdıq həmin yerə ki, heç kim yoxdur. Təcili yardımda Humayı götürüb aparıb. Bir tək mənə zəng eləyən qadın qalmışdı. Bu da telefonu mənə təhvil verdi, getdi. İnan mənə, necə maşına qaçmışam. Heç Laçın yadımda deyil ha. Harda qaldı, necə oldu, xəbərim yoxdur. Necə maşını başalovlu sürmüşəm, necə gəlmişəm. Birbaşa qaçdım, həkimlərdən də maraqlandım ki, Humay necədir? Bircə onu dedilər ki, sağ-salamatdır, hər şey qaydasındadır. Sakitləşdim. Elə belə Humayın telefonuna əlimi atdım, baxım. Bax, onda şok yaşadım. Baxdım ki, Laçın Humaya məkan atıb. Sən demə, Humay mebel mağazasına gedirmiş. Laçının yanına.
Neçə dəfələrlə də danışıblar. Zəngilərin siyahısı da var. Sən nə demək istəyirsən? Mən elə nə demək istədiyimi dedim. Yox, sən gördüklərini danışdın. Öz fikrin nədir? Sən bu danışıqlarından nə demək istəyirsən? Niyə sustun? Sən mənim yoldaşımın namusuna şübhə ilə yanaşırsan. Mən elə demədim. Bəs nə demək istəyirsən? Neçə dəfə soruşdum, cavab vermədin. Bir də soruşuram, nə demək istəyirsən? Sənə qurban. Telefonu qoy bura. Mən sənə neçə dəfə deyirəm, görürəm sən bir qulağından alıb, o biri qulağından buraxırsan. Bitir gözüm qabağına. Akşam gəlib evdə danışarıq. Ayrı günah eləmişəm. İşlərim ağlıma qalib gəldi. İşdən soymadı qaqaş. Dedim, gəl qaçaq ölkədən. Dünyanın ən alçaq adamıyım mən. Umay evdə yoxdur. Umay maşın vurub. Hardadır? Hansı xəstəxanadadır? Əcəb gündür bugün. Sürprizlərlə dolu. Necədir müəllim vəziyyəti? Yoxsa nəsə var mənə demirsiniz? Qurban olum sizə müəllim. O qədər böyük səhv elədim ki, Allahın qəzəbinə getdik. Alo. Qurban olum sana ay qızım. Nə olur, gözlərini aç. Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 13-cü bölümü bitdi.